Xroniki yaralarda yaranın yuyulması lazımdır, tövsiyə olunur. İnsanlar adətən düşünür ki, 72%li sabun daha yaxşı olar. Amma tədqiqatlar nə deyir? pH dediyimiz göstərici var. Bunun pH-ı 10-11 civarındadır. Bu isə olduqca yara üçün ciddi bir, təhlükəli bir vəziyyət yaradır. Tövsiyə olunan hipoklorit əsaslı, parfüm olmayan, qoxu olmayan, rəngləndirici olmayan və pH-ı da tələb olunan göstəriciyə uyğun 5.5-ə bərabərdir. Tərkibində hipoklorit məhlulu var. Bizim bədənimizin öz tərkib hissəsi. Leykositlərimiz deyirik, immun hüceyrələrimiz var, hansı ki mikroblarla mübarizə aparan ağ qan hüceyrələri deyirik. Həmin hüceyrələrin o mikroblarla mübarizədə ifraz etdiyi maddədir. Povidon yod tərkibli maddələr var, xlorheksidin var və s. Onlar bizim bədənimizin məhsulu deyil. Yəni bizim bədənimizdə povidon yod adlanan maddə yoxdur. Amma bizim bədənimizdə hipoklorit adlanan maddə var. Ona görə də bizim bədənimizə yad olmayan bir maddələrin yaraya istifadəsi daha uyğun seçimdir. Bu baxımdan biz ayaqların yuyulmasında 72% sabun deyil də pH-ı da uyğun gələn bu kimi vasitəni daha çox üstün tuturuq və xəstələrimizə də rutin olaraq tövsiyə edirik.